Demək dedik ki, karə 1 veririk, eyə də 3 veririk. İndi gəlirik ədədlərimizə. 2C, 3B qarşılıqlı sadə ədədlərdir və 2 vurulsun C, 3 vurulsun B. Həm 2-yə, həm 3-ə bölünən ədədlərim. Məsəl üçün, mən bura 6 qoysam, buna 3 düşər, bura 6 qoysam, bura 2 düşər. Bu ehtimal olmaz. 2-yə və 3-ə bölünən ədədim 12 ola bilər. 12-ni 2-yə böləndə bura 6 düşər, 12-ni 3-ə böləndə 4 düşər. Bu ola bilər. Həm 2-yə, həm 3-ə bölünən ədədim 18 ola bilər. 18 ola bilər. 18-i də 2-yə böldükdə 9, 18-i də 3-ə böldükdə 6 eləyə bilər. 2-yə və 3-ə bölünən ədədim başqa 24 var. 24-ü 2-yə böləndə alınmır. Buna görə də ya 6 4-dür, ya da 9 6-dır. Bunu bildik. Gəlirik burada mən C-ya əgər 6 verəcəmsə, daha doğrusu C-ya 6 verərəmsə, C-ya 6 verərəmsə 3 vurulsun 3 vurulsun 1 eləyir 3. Yerdə burada qaldı 5 olması üçün, yəni 6-nın 1 ilə 0 verə bilərəm, ya da ki 2 ilə 0 verə bilərəm də, yəni. M-ya da ki və yaxud da ki 9 olması üçün, buranın 9 olması üçün, bura 3-dür. M-ya indi biz baxaq görək ədədlər verə bilərik. Gözlə indi baxaq görək başqa nə ola bilər bizə kömək eləyəcək. Hə, kömək edəcək məqam budur ki, mən burada 2B kiçikdir n-dan deyir. Mən B-yə 6 qoyaramsa, 2 vurulsun 6 12 eləyir. N deyir ki, belə çıxır ki, 12-dən də böyük ədəddir. Bu da mümkünsüz bir şeydir axı. Ona görə də bu ehtimalım getdi. B-mə götürüb 4 verərəm. 2 vurulsun 4 edər 8. N-yim də onda eləyər 9. B-yim 4-dürsə, C-yim də 6-dır. Demək, mən buradan artıq 4-ümü tapdım, 9-mu tapdım, 6-mı tapdım. Bu hərflərimi tapmışam. Bunu buradan belə silim, səliqəyə salım. Bu da beləsinə. Gəlirəm indi nəyə? Gəlirəm indi, görüm P-ni tapa bilirəmmi? Başqa hansı hərfim qaldı mənim? 0, 2, 5, 7, 8. 3 vurulsun K. M-ya mən hansı hərf versəm, A ondan kiçik ola bilər də, belə düşünürəm. Bir dəqiqə gözləyək. Aha. Hansı rəqəm verim ki, 0 verə bilmərəm. 3-ə M-ya 2 versəm, bunu da özdə burada 6 tapmışam da. 3 vur 1. M-ya mən 0 verə bilmərəm. Buranın da cəmin olması üçün 1 də verə bilmərəm. Məcbur bura 2 verməliyəm ki, 2 vurulsun, 2 üstə gəlsin 3. Bu da P-yə də 0 verəm. M-ya verəndə 3 vurulsun 2, eləyəcək 6. Artıq mən 2 ilə 0-ı da işlətmişəm. 6-dan kiçik olan bir dənə ədədim yeganə qalıb 5. Demək, ayım da oldu 5. Sonra isə gəlirəm mənim D ilə L hərfim qalıb. D ilə L hərfim də 7 ilə 8-dir. Bunu da qeyd elədikdən sonra hesablamamı həyata keçirdirəm və misalım alınmış olur.